Ermənistan hökuməti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yollarını öz vəsaitləri hesabına bərpa edəcək. Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Şirak vilayətində keçirilən seçki-qabağı görüşdə bildirib. Paşinyanın sözlərinə görə yaxın vaxtlarda Ermənistan tərəfi Gümrü-Axurik və Axurik-Türkiyə sərhədi istiqamətində bərpa işlərinə başlayacaq. Türkiyə tərəfində işlər artıq başlayıb və dəmir yolu açılacaq. Bizdə Yesar qovşağının yenidən qurulmasına başlayacağıq. Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək. Baxmayaraq ki, konsensiya müqaviləsi var, investisiyanı biz edəcəyik, dəmir yolunu təmir edib bərpa edəcəyik və xətt istifadəyə veriləcək, Paşinyan deyib. Qeyd edək ki, 2008-ci ilin fevralın 13-də Yerevanda Rusiya Dəmir Yolları şirkəti ilə Ermənistan hökuməti arasında ölkənin dəmir yolu sisteminin Cənubi Qafqaz Dəmir Yolu şirkətinin idarəçiliyinə verilməsi barədə konsensiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən idarəetmə müddəti 30 il nəzərdə tutulub və qarşılıqlı razılıq əsasında daha 10 il uzadıla bilər. Moskva-İrəvan xəttində davam edən qarşıdurma fonunda Rusiyalı rəsmilərin Ermənistana qarşı ritorikası kəskinləşir. Xüsusilə Nikol Paşinyanın iki stulda əyləşmək istəyi Avrasiya İqtisadi Birliyində yer almaqla yanaşı, Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti Rusiyada əks reaksiyalar doğurur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Ermənistan hakimiyyətinin bu siyasətini sərt şəkildə tənqid edib. Medvedev Max platformasında yazıb ki, Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirərsə, Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qala bilməyəcək. Onun sözlərinə görə İrəvanın bu siyasəti Rusiyadan qazı Avropa qiymətləri ilə almasına səbəb ola bilər. Bildiyimiz kimi iki stolda oturmağa çalışmaq ağrılarla üzləşmək riski daşıyır. Görünür, Nikol ləqəbli bir kişinin yaxın gələcəkdə etməyi planlaşdırdığı şey də məhz budur. O, Avrasiya İqtisadi Birliyində iştirakın bütün üstünlüklərini qorumağa çalışarkən öz super gücünü israrla Avropa İttifaqına sürüklüyür. Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirməklə yanaşı, Rusiya qazının cari qiymətlərini də saxlamağa çalışır. Rusiya xaricdəki tərəfdaşı üçün 1000 kub metrə $77,5 olan cari qaz qiymətlərini saxlamağa borcludur. 2026-cı ilin may ayında Avropa qaz birjalarının qiymətləri isə 1000 kub metr üçün $570-590 olub. Hamıya aydındır ki, əgər Avropa qaz qiymətlərinə keçsək, ölkə əhalisi bu oğlanı qovacaq, üzünə sillə vuracaq və o da Parisdəki sevimli dostu Makrona gedəcək, o bildirib. Xatırladaq ki, Paşinyanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etmək istəməsi, eyni vaxtda iki stulda əyləşmək siyasəti Ermənistan daxilində də tənqid olunur. Hazırda davam edən seçki kampaniyasında isə erməni baş nazirin siyasi tərzi verdiyi açıqlamalar da qıcıq yaradır. Tənqidçilər Paşinyanı populizmdə ittiham edirlər. Rusiya Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq üçün layihə hazırlayır. Bu iddia ilə Hraparak nəşri çıxış edib. Nəşr yazır ki, Moskva layihəni 28-29 may tarixlərində Avrasiya İqtisadi Birliyinin Astanada keçiriləcək iclasında təqdim etmək niyyətindədir. Ermənistan hakimiyyətinin Astanada keçiriləcək iclasdan həyəcanlı gözləntiləri var. Sir deyil ki, Ermənistan-Rusiya münasibətləri gərgindir. Paşinyanın Moskvaya son səfərindən və 4-5 may tarixində Avrasiya Siyasi Birliyinin İrəvanda keçirilən iclasından sonra bu, özünü daha qabarıq şəkildə göstərir. Rusiya ritorikanı sərtləşdirib. Erməni iş adamlarının məhsullarına sanksiyalarının tətbiq edilməsi də belə addımlardan biridir. Əvvəlki həftələrdə Putin birbaşa Ermənistanın xarici siyasət seçimində qərar verməsini tələb etdi. Ya Avrasiya İqtisadi Birliyində qalırsınız, ya Avropa İttifaqına qoşulmaqdan imtina edirsiniz, ya da çıxırsınız. Putin açıq mətnlə bildirdi ki, Ermənistanın Avropa İttifaqına qoşulmaq planları xüsusi diqqət tələb edir. Əlavə etdi ki, Rusiya Ermənistan xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcək, hətta xalqın qərar verə bilməsi üçün referendumun keçirilməsini təklif etdi. Nəşr iddia edir ki, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı qərar vermək niyyətindədir. Paşinyan Astanada keçiriləcək iclasda iştirak etməyəcək. Səbəb kimi seçki kampaniyası göstərilir. Onun müavini Mehir Qraqaryan əvəz edəcək.
Məlumatlara görə Rusiya Astana iclasında Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması layihəsini təqdim etməyə hazırlaşır. Məsələni gündəmə daxil etmək niyyətindədir. Lakin Qazaxıstan buna veto qoyub. Avrasiya İqtisadi Birliyində qərarlar konsensus yolu ilə qəbul edilir. Ermənistan hakimiyyəti ümid edir ki, Türkiyə və Azərbaycanla yaxın olan Qazaxıstan Rusiyanın istəyinin baş tutmasına imkan verməyəcək. Hərçənd Avrasiya İqtisadi Birliyi qaydalarına görə başqa həll yolları mövcuddur. Misal üçün, icra orqanının bu qərarı səsvermə olmadan təsdiqləməsi mümkündür. Bu halda qərar tam qüvvəyə minməsə belə Ermənistan üçün bir çox məhdudiyyətlər yaradacaq. O da məlumdur ki, Rusiya Ermənistana Avrasiya İqtisadi Birliyindən çıxarmadan belə böyük zərər verə bilər. Onun bir çox təsir rıçaqları və çoxsaylı ikitərəfli müqavilələri var. Nəşr yazıb. Vaşinqton administrasiyası İran tərəfinin yaxın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyinə ümid edir. Telegraf xəbər verir ki, bu barədə Axios portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə ABŞ administrasiyasındakı mənbə İranla razılaşmanın bugün imzalanmayacağını bildirib. Jurnalist qeyd edib ki, tərəflər hələ də bir neçə detal üzrə yekun razılığa gəlməyiblər və sazişin bəzi elementləri ilə bağlı danışıqlar davam edir. Bəzi ifadələr bizim üçün, bəzi ifadələr isə onlar üçün vacibdir, deyə Amerikalı rəsminin sözlərini stat gətirən Ravid bildirib. Məlumata əsasən ABŞ tərəfi İran hakimiyyətindən bütün təsdiqlərin alınması üçün bir neçə gün tələb olunacağını düşünür. Mənbə həmçinin qeyd edib ki, İranın ali rəhbəri Müştəbə Xameyni sazişin ümumi konturlarını təsdiqləyib. Bununla belə sənədin yekun razılaşmaya çevrilib-çevrilməyəcəyi hələ də açıq sual olaraq qalır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.